O, texnologiya dünyasında bir çox insanın qəhrəmanı və ilham mənbəyi olsa da, həyatında və işlərində bəzi qaranlıq tərəfləri ilə də gündəmdə qalmağı bacaran bir milyarderdir. Onun adı çox zaman böyük uğurlarda və xeyriyyəçiliklə bağlı anılsa da, həm özünün, həm də sahib olduğu şirkətləri barədə mübahisələr və tənqidlər də az olmayıb. Onun həyatında bir neçə mübahisəli və qaranlıq tərəf var ki, bunlar onun üzərində böyük diqqət yaratmışdır. Ən məşhur qaranlıq məqamlarından biri Microsoftun işlətdiyi anti-monopoliya strategiyalarıdır. Yəqin ki, bu videoda kimdən bəhs edəcəyimizi artıq anladınız. Videomuza keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Bu sizin bir neçə saniyənizi alsa da mənim üçün çox dəyərlidir. Bill Gates, o 1955-ci ilin 28 oktyabrında ABŞ-ın Vaşinqton ştatının Seattle şəhərində doğulub. Ailəsi onun gələcəyini formalaşdırmaqda böyük rol oynayıb. Gatesin atası William Gates tanınmış hüquqşünas və iş adamı olub. O, Gatesin böyük uğurunun arxasında duran möhkəm təməl qoyan şəxslərdən biri idi. Gatesin anası Mary Gates isə Seattle Universitetində təhsil alıb, həmçinin böyük bir xeyriyyətçi və ictimai fəaldır. Mary Gates həmçinin Seattle-un bir neçə iri miqyaslı layihəsində rəhbər vəzifələrdə çalışmış, o cümlədən bir neçə böyük xeyriyyə təşkilatlarında iştirak etmişdi. Bill Gatesin ailəsi ona çox yaxşı təhsil və imkanlar yaratmışdı. O, uşaqlıqdan çox ağıllı və istedadlı idi. 13 yaşında Gates özünün ilk kompüter proqramını yazdı və daha sonra Zelexide proqram adı ilə kiçik bir proqram şirkəti qurdu. Bu təcrübə onun həyatında əhəmiyyətli bir dönüm nöqtəsi oldu. Çünki bu, gələcəkdə böyük bir texnoloji şirkət qurmasına zəmin yaratdı. Bill Gates 1973-cü ildə Harvard Universitetinə daxil oldu. Lakin universitetin təhsilini bitirmədən o, böyük bir qərar verərək təhsilini yarıda qoyub proqramlaşdırma və kompüter dünyasına daxil olmağa qərar verdi. O, Paul Allen ilə birlikdə 1975-ci ildə Microsoftu qurdu. Onun bu qərarı hər şeyin başlanğıcı oldu və həyatının ilk uğurları bu qərarla başladı. İlk başda şirkət kiçik idi və əsas məqsədi basit proqramlaşdırma dilini 6 fərqli kompüter platformasında işlətmək idi. Microsoft 1980-ci illərin sonlarında dünyada ən böyük proqram təminatçılarından birinə çevrildi. 1990-cı illərdə Windows əməliyyat sisteminin yeni versiyaları ilə şirkət bazar lideri oldu. Bill Gatesin komandası innovasiya və texnoloji irəliləyişlərdə bir addım öndə idi. Microsoftun Windows və Office paketləri bir çox şirkət və evdə istifadə edilən əsas proqramlara çevrildi. Onun rəhbərliyi altında Microsoft 1990-cı illərdə qiymətləndirilən ən dəyərli şirkət oldu və 1995-ci ildə Bill Gates dünyanın ən gənc milyarderi oldu. O və Microsoft bəzən tənqidlərə məruz qalırdı. Şirkətin bazar gücünü sui-istifadə etməsi ilə bağlı bir çox mübahisələr yaranıb. 1998-ci ildə ABŞ hökuməti Microsoftu monopolist davranışlar göstərməsi səbəbindən məhkəməyə verdi. Microsoft rəqib şirkətləri bazardan sıxışdırmaq üçün Windows ilə əlaqəli proqramları zorla yüklətməkdə ittiham olunurdu. Bu dava şirkətin gələcəyini təhdid etdi, lakin Gates və komandası işi öz xeyirlərinə çevirməyi bacardı. Bundan əlavə, Bill Gatesin xeyriyyəçilik fəaliyyətləri də müxtəlif zamanlarda müzakirə mövzusu olub. Onun Bill və Melinda Gates fondu qlobal miqyasda sağlamlıq və təhsil sahələrində böyük işlər görsə də, bəzi tənqidçilər fondun necə idarə olunduğuna dair bəzi narahatlıqlar irəli sürüblər. Bill və Melinda 2021-ci ildə boşanmaq qərarına gəldilər. Bu, dünyada geniş müzakirələrə səbəb oldu. Lakin boşanma onların xeyriyyəçilik fəaliyyətlərinə və fondun işinə təsir etmədi. Bundan başqa ən çox diqqət çəkən hadisələrdən biri isə Bill Gatesin yaxın münasibətləri ilə bağlıdır. 2019-cu ildə Bill Gatesin Jeffrey Epstein ilə əlaqələrinin olduğu ortaya çıxdı. Jeffrey Epstein uşaq cinsi istismarı və qanunsuz fəaliyyətləri ilə məşhur olmuş bir maliyyəçi idi. Gatesin Epstein ilə dostluq etməsi ona qarşı böyük bir mübahisə yaratdı. Epstein işləri məlum olduqdan sonra Gates bu əlaqənin heç bir etik əsasları olmadığını desə də, onun adı bu qalmaqaldan uzun müddət çəkilmədi.
Bill Gatesin Jeffrey ilə münasibətlərinin təsiri təkcə şəxsi həyatını deyil, həm də onun iş və ictimaiyyətlə olan əlaqələrini də zədələdi. Bu hadisə onun xalq xeyriyyəçisi imicinə ciddi zərbə vurdu və bu şübhəsiz ki, Bill Gatesin qaranlıq tərəflərindən ən çox müzakirə olunanıdır. Bütün bunlara baxmayaraq 2025-ci ildə onun sərvəti təxminən 129 milyard ABŞ dolları olaraq qiymətləndirilir. Bundan əlavə ABŞ-da ən böyük kənd təsərrüfatı torpaq sahiblərindən biridir və təxminən 111 min hektar torpağa sahibdir. Bu da onun sərvətinin müxtəlif sahələrə yayılmış olduğunu göstərir.